Bugün Türkiyədə son günümdür. Axşama uçuşum var. Hara gedirsən deyənlərə evə qayıdıram deyirəm. Amma ev haradır ki? Sualı beynimdə fırlanıb mənə əzab verir. Türkiyəyə gəlib dostlarımın yanında olmaq, bir icmanın içində onlarla birlikdə mahnı oxumaq, qışqırmaq mənə yaxşı hiss etdirdi. Amma rahatladımmı? Məncə bu sualın cavabı bəllidir. İçimdəki o qəzəb və kədərin qarışığı olan hissi də özümlə birlikdə gəzdirdim. Hətta Gürcüstandan, Serbiyadan, Moldovadan gördüyü xəbərlərdən sonra buradakı gəncləri görəndə daha da şiddətləndi içimdəki qəzəb də, kədər də. Dostlarımızın azadlığa buraxıldığı, jurnalist olaraq öz ölkəmdə, Azərbaycanda işləyə biləcəyim, istəyəndə mahnı oxuyacaq, istəyəndə qışqıracaq, dostlarımla birlikdə bir evə toplanıb, birlikdə yeməklər bişirəcəyim günlərin xəyalı ilə təyyarəyə çatmağa çalışıram. Hələ ki ev adlandırdığım yağışlı Tbilisi şəhəri məni gözləyir.